Salam əziz izləyicilər, xoş gördük sizlərin yenidən mənim kanalımda. Mən Tural Hoca, siz tarix müəlliminiz. Bugün sizlərə 19-cu əsrin 30-cu illərində Azərbaycanda baş vermiş üsyanlar haqqında danışacağıq. Üsyanların baş vermə səbəbi, gedişatı, məğlub olma səbəbləri və nəticəsi haqqında ətraflı məlumat verəcəyik. Amma bu video qısa çəkəcək. Deməli, gəlin baxaq, 19-cu əsrin 30-cu illərində hansı üsyanlar baş verib? Çar Balakən üsyanı, Çar Balakən, Lənkəran, Quba və Şəki. Dedik ki, nəyə toxunacağıq? İlk öncə səbəblərinə, səbəb, gedişat, məğlub olma səbəbi, və nəticəsi. Gəlin ilk öncə səbəbinə baxalım. İlk öncə onu deyək ki, üsyanlarda, bax bu önəmli bir nüansdır, üsyanlarda əhalinin bütün təbəqəsi iştirak edirdi. Bütün təbəqələri iştirak edirdi. Yəni, yalnız kəndlilər yox, həm də feodal təbəqədə. Yəni, kəndli də var, plus feodal da var. Və feodallar başçıdır. Bu üsyanın əsas başçıları kimlər olur? Feodallar olur. Normalda belə bir şey olmur da. Üsyanlarda adətən kəndli qrupları iştirak edir və yaxud məsələn tutaq ki, şəhərlilər iştirak edir və s. Yəni Avropada olan üsyanlarda və digər vaxtlarda olan üsyanlarda əsasən belə deyək, əhalinin bütün təbəqəsi nadirən bir yerdə üsyana qalxıb ki, onlardan da biri məhz 19-cu əsrin 30-cu illəri Azərbaycanda baş vermiş bu üsyanlardır. Üsyanların səbəbləri nələrdir? Gəlin baxaq, idarə etmə səbəblərindən olur, idarə etmə. Sonra sosial səbəbləri var, sonra siyasi səbəbləri var, sonra belə deyək, köçürmə səbəbləri var. Bu və ya digər səbəbləri var. Nədir? Baxaq da indi bunlara görək, nədir bunlar? İdarə etmə. Həmin dövrdə hərbi idarə etmə sistemi qurmuşdu. Çünki bu əraziləri yeni işğal eləmişdi Rusiya və işğal etdiyi ərazilərdə komendant idarə etmə sistemi qurmuşdu. Və bu komendantlar özbaşınalıq edirdi. Özbaşınalıq. Sosial səbəbi nədir? Əsasən vergi plus mükəlləfiyyətlər artırılıb deyə. Və siyasi səbəbi nədir? Hakim təbəqənin belə deyək, hüquqları məhdudlaşdırılıb. Yazdıq. Bəs köçürmə nə ola bilər? Burada köçürmə, belə deyək də, Ruslar əsasən, belə deyək, erməni, Rus və Almanlar köçürülür və nə baş verir? Almanlar köçürülür və nə baş verir? Torpaqları əlindən alınır. Torpaqlar, istər bəylərin, ağaların, istər isə kəndləri, mümbit torpaqlar əllərindən alınır. Burada bir də dini, milli səbəb var. Çünki işğal eləyənlər ruslardır və onlar daha çox xristiyan, ruslaşdırma meyilləri güdürlər. Çalışırlar ki, yerli əhali nə olsun, xristiyanlaşdırılsın, ruslaşdırılsın və s. İndi baxaq, səbəbləri bunlardır. İdarə etmədir, sosialdır, siyasidir, köçürmədir, dini, milli kimi səbəblərdən bu üsyanlar baş verib. Üsyanlarda bütün əhalinin təbəqələri iştirak edir. Başlayaq Çar Balakən üsyanından. Çar Balakən. Əgər bu mövzunu keçiriksə, biz 1803-cü il andlı öhdəliyi bilməliyik. Həmin o andlı öhdəliyin şərtlərində deyilirdi ki, Çar Balakən daxili müstəqilliyi saxlayır, amma Ruslara daxili müstəqilliyi saxlasa da
xarici müstəqillər itirirlər. Öz ərazilərində rus qoşunları yerləşdirirlər və belə deyək, fəhlə xərac verirlər. Amma həmin o öhdəlik bunlara həm də nə vermişdi? Daxili müstəqillik. Ruslar istəyir ki, bunu ləğv eləsinlər. Digər tərəfdən müridizm təsiri. Yəni Şimali Qafqazda Rusiya əleyhinə baş verən hərəkat var, müridizm hərəkatı. O hərəkatın istəyirlər ki, təsirini burada kəssinlər. Və buna görə də 1830-cu ildə fevral ayında Paskeviç bura qoşun yeridir. Çar Balakan daxili müstəqilliyi ləğv olunur. Nə olur? Ləğv. Yerində nə yaradılır? Müvəqqəti idarə. Hansı ki Təbrizdə də yaradılmışdı, hansı ki Şəkidə də yaradılmışdı. Bu idarələrdə əsas hakimiyyət kimin əlində olacaq? Çar zabitinin. Təbii ki, əhali bundan barışmadı və üsyana qalxdı. Üsyana qalxan əhaliyə kim başçılıq eləyəcək? Şeyx Şaban və Həmzət bəy. Amma ruslar da neynədi? Şeyx Şabanla Həmzət bəyin arasında belə deyək, narazılıq saldılar. Onlar ayrı-ayrı düşdülər və onlar ayrılıb çıxıb gedəndən sonra üsyan məğlub oldu. Üsyan məğlub oldu. Neçənci il? 1830. 1830-cu ildə olan üsyanın səbəbi nə idi? Rusiyanın Çar Balakən daxili müstəqilliyini ləğv etməyi. Aha, bəs bunlara kim daha çox dəstək olurdu? Qafqazda olan müridizm hərəkatından Şeyx Şaban və kim? Həmzət bəy. İkinci kimdir? Daha doğrusu ikinci hansı üsyandır? 1831-ci il Lənkəran üsyanı. Lənkəran üsyanı niyə baş verib? İlk öncə gəlin ona baxaq. 1826-cı ildə Lənkəran xanlığı ləğv olunur. Ləğv olunur. Ləğv olunan Lənkəran xanlığının xanı Mir Həsən xan gedir Qacarlara. Amma burada nə baş verir? Yerli əhali narazıdır, Rusiyanın müstəmləkə siyasətindən narazıdır. Onlar xanı dəvət edirlər ki, gəl üsyana başçılıq elə. Təbii ki, 1831-ci ildə xan gəlir, üsyan başlayır. Bunlar çalışır ki, Lənkəranı ələ keçirsinlər. Amma Lənkəranı belə deyək, ruslardan almaq mümkün olmur. Çünki həmin dövrdə Paskeviç ayrı-ayrı ərazilərdən çoxlu qoşunlar toplayır, göndərir hara? Bunlara ki, kömək eləsinlər. Üsyan nə olur? Məğlub olur. Xan Cənubi Azərbaycana gedir. Yəni qayıdır Qacarlar dövlətinə. Keçdik üçüncü üsyan və ən böyük üsyan 1837-1838-ci il. Nə üsyanıdır bu? Quba üsyanı. Quba üsyanı neçənci illərdə uşaqlar? 1837-38. Bu üsyanda digərlərindən fərqli olaraq Qubada vergilər çoxdur. Səbəb belə olacaq da. Qubada komendant idarə etmə sisteminin daha kəskin olması. Son belə deyək də məqam nədir? Varşavadakı müsəlman alayına atlı toplanması xəbəri. Deməli, bu xəbər üsyanı tətikləyib, üsyana gətirib çıxarır. Çünki o qədər zülüm görmüşlər ki, bu xəbərdə gələndə artıq bunlar elə ki, son damla oldu da, səbirləri daşdı və üsyana başladılar. Üsyanın başçısı kimdir? Gəlin baxalım. Üsyanın başçısı burada Hacı Məhəmməddir. Onun köməkçisi də Yarəlidir. Hacı Məhəmməd. Yarəli də onun nəyidir? Köməkçisidir. Üsyançıların həm də Şeyx Şamil ilə əlaqəsi var. Çünki üsyançılar nə tələb edir ruslardan?
atlı toplanmasını dayandırmaq, ondan sonra vergiləri, belə deyək, azaltmaq, bu kimi tələblər sürür Rusların qarşısına. Ruslar razılaşırlar, amma əməl eləmirlər. Yəni, kağız üzərində razılaşırlar, amma əməl eləmirlər. Şeyx Şamil isə onlara deyir ki, onların sözünə inanmayın və üsyana başlayır. Ona görə də üsyançılar hücum edir Qubaya. Üsyanın gedişində yaradılır hərbi şura. Hərbi şura niyə vacibdir? Üsyanı idarə etmək üçün çox önəmli bir məqamdır ki, hərbi şura yaradılır və əsas məqsəd Qubanı azad etməkdir. Qubanı azad etmək. Müəyyən qədər də nail olurlar buna, yəni Qubanı azad etməyə nail olurlar. Hərbi şuranın hesabına bunlar daha yaxşı idarə etmə qura bilirlər. Digər üsyanlardan fərqli olaraq bunlarda müəyyən qədər nə baş verir? İdarə etmə, üsyanın idarə olunması daha yaxşı olur. Həmçinin üsyançıların sayı da çoxdur. Yəni, digər, məsələn, Lənkəran və Çar Balakənə nisbətdə bunlara daha çox insan qoşulub. Amma təbii ki, Ruslarla qarşılaşdırıldıqda nə olmalıdır? Belə başa düşək də bunun. Üsyançıların sayı az olduğuna görə üsyan məğlub olur. Üsyan məğlub olur. Hacı Məhəmməd belə deyə edam edilir. Amma digərləri sürgün. Digər üsyançılar da hara sürgün eləyəcəklər? Təbii ki, Sibirə. Və nəhayət, həmin illərdə baş vermiş digər böyük bir üsyan da 1838-ci il Şəki üsyanıdır. Şəki üsyanını kim başladı? Məşədi Məhəmməd. Məşədi Məhəmməd. Kimdir bu Məşədi Məhəmməd? Səlim xanın oğlunun adamı. Yəni bu üsyanı başlatmasını Məşədi Məhəmmədə kim tapşırmışdı? Səlim xanın oğlu. Səlim xanın oğlu Məşədi Məhəmməd buna kömək kim edir? Rutullu Ağabəy. Rutullu Ağabəy. Təbii ki, bu üsyanla məğlub olacaq. Məğlub olur və Şəkini tutmasınlar, amma tuta bilmirlər. Məğlub olur Məşədi Məhəmməddə. Hara gedir bu məğlubiyyətdən sonra? Qacarlara. Qacarlar dövlətinə gedir və üsyanların hamısı məğlub olur. Məğlub olma səbəbləri nədir? Gəlin baxalım. Əslində, hamısı üçün aşağı-yuxarı məğlub olma səbəbləri eynidir. Pis silahlanma. 2. Sayca azlıq. 3. Nizamsızlıq. 4. Yerli xarakter. 5. Gecikmə. 6. Rusların daha güclü olması. Yəni, əslində elə birinci bu yazılmalıydı. Yəni, bu üsyançılar kimə qarşı mübarizə aparıb? Nizami Rus ordularına qarşı mübarizə aparıblar. Pis silahlanıblar, sayca az olublar, nizam yoxdur, yerli xarakter daşıyır. Yəni, bir ərazidə baş verəndə başqa ərazidə də eyni anda baş vermir. Gecikmə. Məsələn, strateji məqamlarda bunlar gecikirlər. Məsələn, qalan ələ keçirməlilər, 2 gün sonra hücum edirlər və bu 2 gün ərzində Ruslar kifayət qədər qüvvə toplaya bilir. Və s. Səbəblər budur. Amma nəticəsi nədir? Yəni, İstənilən halda bu üsyanlar oldu. Elə bundan da bunları məğlub elədik, olub qalmır da burada. Bu üsyanların nəticələri var. Nəticələri nədir? Bəs bu nəticələr odur ki, Çar hökuməti başa düşür ki, komendant idarə etmə sistemi düzgün işləmir və insanları narazı salır və insanları üsyana qaldırır. Bəs nə etmək lazımdır? Bunu dəyişmək lazımdır. Çünki üsyanlar baş verəndə başa düşdülər ki, hətta feodal təbəqədə buna qoşulubsa, demək ki, bu idarə etmə üsulu düzgün deyil və bu diyarın sərvətlərini mənimsəmək üçün Rusları gecikdirir. Ruslar burada daha yaxşı idarə etmə sistemi qurmalıdırlar ki, insanlar işləsin, onlardan vergi alınsın, Ruslar buradan mənfəət götürsünlər. Beləliklə, mən Tural Hoca 1830-cu illərdə baş vermiş Çar Balakən, Lənkəran, Quba və Şəki üsyanlarını sizə izah elədim. Ümid edirəm ki, kitab oxumaqla yanaşı bu izahada baxmaq sizin üçün bu mövzunu daha yaxşı başa düşməyə kömək edəcək.